Mərhəmət və rəhmət sahibi olan Allahın adıyla, əziz regionumuzun insanları, əziz müsəlman qardaş və bacılar, bu günlərim elimizin, obamızın bəzi adət və ənənələri var. Biz bu adət və ənənələri yaşatmalıyıq. Bu adət, ənənələr milli mentalitetimizdən gələn, kökümüzdən gələn, dini əqidəmizdən gələnlərdir. Bugün xeyriyyətçilik gözəl bir işdir. Xeyriyyətçilik gözəl bir ənənədir. İslam Peyğəmbərindən, dinimizdən bu günə kimi xeyriyyətçilik tövsiyə olunubdur. İki müqəddəs bayramımız var. Ramazan, Qurban. Hər ikisi xeyriyyətçiliyə xidmət eləyir. Məsələn, Qurbanda qurbanlar kəsilir, insanlar arasında paylaşılır, vəhdət yaradılır, bərabərlik yaradılır. Ramazanda süfrələr qurulur, ehsan süfrələri, iftar süfrələri. Həmin süfrələrdə insanlarımız vəhdət təşkil eləyir, bərabərlik təşkil eləyir, biri-birləri ilə yardımlaşırlar. Ramazan bayramının sonunda fitrə, sədaqə, bu kimi insanların, maddi yüksək yaşayan insanların malının təmizlənməsi, kasıblara yardım edilməsi bir vacibi əməldir. Bu günlərin bir məhərrəmliyimiz də var. İmam Hüseyin əleyhissalamın şəhadət olduğu gün, həmin zamanda da imam ehsanları verilib, qazanların qaynaması, məzlumlara, kasıblara yardım etmək bizim borcumuz sayılır, xidmətimiz sayılır. Bu günlərim Məhərrəm ayında eyni zamanda biz qan veririk, qan banklarına. Bir insanın, bir yataqda olan insanın şəfasına bu zəmin yaradır. Bu günlərim yas mərasimlərinə keçirəm. Yas mərasimləri belə bir şeydir ki, bir insan xəbər etmədən ölür, bilinmir. Bir insan öldüyü zaman dünyasını dəyişib rəhmətə gedəndə ailə üzvləri pərişan olurlar. Bilmirlər, neyniyələr, gələni necə qarşılayarlar. Bunun hökmləri var, şəri hökmlər var cənazə üzərində. Onları mı yerinə yetirələr? Qəbristanlıqda dəfn mi keçirələr? Qəbir xərclərini mi ödəyələr? Və yaxud da ki, gələn insanları qarşılayarlar. Burada bir qeyri-normallıq yaranır. Ölən günü ehsanlar adı ilə yeməklər verilir. Sanki bir qonaqlıq verilir. Sanki gələn insanlar bir qonaqlığa gəlirlər. Yüzlərlə insan, bəzi yaslarda çox insanlar iştirak edir. Bu da yas sahibini, rəhmətə gedən insanın yaxınlarına həm maddi, həm psixoloji, həm mənəvi bir ziyan verir. Mən bir din xadimi olaraq tövsiyə eləyirəm bütün insanlarımıza, gəlin bir yerdə, bir ənənə, bir qayda qoyaq. Yas yerlərində israfçılığa yol verməyək. Dini baxışlarımızda irticaya, ifratçılığa yol verməyək. Gəlin biz olduğu kimi olaq, olduğu kimi yaşayaq. Bu günlərim yas yerində bir nəfər rəhmətə gedibsə, onun evində çay, limon, halva, bununla kifayətlənək. Gəlin biz bunu götürüb qonaqlıqlara çevirməyək. O verilən yeməklərin, o verilən ehsanların ölü üçün bir şey yoxdur. Əgər bu qədər ki, istəyirsiniz ki, ehsan verəsiniz, istəyirsiniz ki, yaslarınız təmtəraqlı, öləninizin ruhuna dua daha çox gedə. Siz bunu kasıb insanlar tapın, onların evinə gedin. Yetimlər sevindirin, məzlumların yanında olun. Harada qonşunuzda, qohumunuzda kasıb insan varsa ona qayğı göstərin. Bu günlərin qəbirstanlıqlarda 100 min, 150 minlik qəbirlər var. Hansı ki, bu qəbirlər qoyan insanın ömrü qədərdir yaşaması. Ondansa da nə gözəl olar ki, bir yeni bir ailə quran, bir cavana, bir torpaq sahəsi ya bir ev verilsin. Bu yüz illərlə dua aparacaqdır. Nəinki qəbirstanlıqda 150 minə bir qəbir düzəlsin. Bu günlərim ehsanların verilməsinin xahiş edirəm, çox rica edirəm, əziz cəmaatınız. Bunun bir şəri hökmü yoxdur, bunu dayandırın. Gələn insanlar, yasa gələn insanlar ora qonaqlığa gəlmir. Gəlir başsağlığı versin, rəhmətə gedənin ruhuna bir dua etsinlər.
sahiblərinə təskinlik versinlər. Bugün toylarımızın xərclərinə baxın. Bu günlərin bir cavan evlənir, ailə qurur, xoşbəxtliyinin addımını atsın. Amma o toydan sonra borçlar içində qıvrılır. Gedirlər toyların xərcinə baxın. Əziz şənlik evi saxlayanlar, əziz mərasim evləri saxlayanlar. Mən çox rica edirəm, çox xahiş edirəm. Yaslarımızdan mərasim evləri istifadə eləyib, bir insanların o ağır günündən istifadə eləyib, onların xərcə salmayın. Siz də xərcləri azaldın. Orada yüksək xərcləri, yüksək qiymətləri qoymağın heç bir sizə xeyri yoxdur. Siz də bir günlərin, biz də, mən də hamımız bu köç kərvanına qoşulub gedəcəyik. Biz bu cəmaatıq, elik, obayıq. Toylarda 60, 70, 80 manata qoyublar yeməklərin qiymətlərini və o stollara yığılan, o döşənən yeməklər və orada bəzi artıq şeylər hansı ki yeyilmir, qalır, onun pulunu ödətdirirsiniz. Onları dayandırın. Toyuncu gülməkdir, danışmaqdır, oynamaqdır, sevişdir, güldür, çiçəkdir. Bəyə, gəlinə xoşbəxtlik arzu eləməkdir. Nə gözəl idi babalarımızın devrində toylarımız. Nə gözəl idi o toylar ki, həyətlərdə keçərdi, oynamaqla keçərdi, gülməklə, sevinclə. Bu günlərin toylarda iki adam danışanda musiqanın səsindən biri eşitmirlər. Toylara gətirilib düzülən, həmin stollara düzülən neymətlər hamısı yeyilmir, qalır və məcburdur ki, bunu edən bəy ödəyə və sonra da bəylə gəlin illərlə borc ödəməli olurlar. Bir nəfər dünyasını dəyişir, bir ata gedir, bir cavan gedir. Onun əzizləri rəhmətə getdikdən sonra məcburdurlar aylarla, hətta illərlə onun borcunu ödəyələr, o borçları ödəyərlər. Gedib başlardan kredit götürələr. Mən çox xahiş edirəm hər birinizdən, hər bir səsimi eşidən, hər bir səsimi dinləyən, qardaş, bacı, atam, anam, mənim səsimə səs verin, bu cür bidətliyi, bu cür israfçılığı dayandırağın, elin, obanın qayğısına qalağın. Bu günlərim bir nəfərin yas yerinə gələn insanların, orada yeyən insanların çoxsunun ehtiyacı yoxdur yeməyə. Ehtiyaclıları gedirdi. Və mən ehsan verilməsinin ziddinə deyiləm, ehsan verilməlidir xeyriyyə məqsədi ilə. Nə zaman verilməlidir? O zaman ki, bu insanın var, dövləti var və yasında deyil, bunu da Ramazanda, Qurbanda, el bayramında. İki cürdür. Bir var ev, bir var el. Ev odur ki, yas evə düşür. Evdə verilən bu evin üzərindədir, evin çiynindədir. Hər bir ev yasın dadını alır. Hər bir evdən bir insan köçür, hər bir evdə bir yas olur. Buna ev deyilir. El budur ki, Ramazan, Qurban, Məhərrəmlikdə, başqa vaxt xeyriyyə tədbirlərində, şəhid yaslarında, şəhidlərin il dönümlərində və bunu da şəhid ailələrinin boynunu ötəmək olmaz. Bunu da əziz mənim zəngin qardaşlarım, Allah sizə var, dövlət, pul veribdir. Allah bunu sizə xeyrini versin. Bunun xeyrini almaq üçün, bunun halallığını almaq üçün bu torpağın, bu millətin yolunda canını fəda eləyən şəhid ailələrinin, qazilərin yanında olun və onlara bu dəstəyi göstərin. Siz gözləməyin ki, bir şəhidin il dönümü gələcək, şəhidin valideyni ya onun ailəsi ona ehsan verəcək. Siz onu edin. Siz bunu edin və bunun da cavabını böyük Allah'tan alacaqsınız. Siz el duası alın, millətimin duasını alın, məzlumun duasını alın. Siz hər bir kasıbın, imkansızın duasını alın. Mən müraciətimi buna görə edirəm və mənim çıxışım bundan ibarətdir, istəyim bundan ibarətdir. Allah'a ant verirəm öz qüdrəti izzətinə. Xudavəndi Kərim Allah xalqımıza ruzi bərəkət, millətimizə sağlam can, dövlətimizə qüdrət, ordumuza rəşadət, kəramət eləsin. Xudavəndi Kərim Allah şəhidlərimizə rəhmət, qazilərimizə şəfaət əta eləsin. Allah millətimizi, xalqımızı zəlzələlərlə, bəlvələlərlə, yanğınlarla, daşqınlarla, görünən, görünməyən xəta bəlalərlə, xəstəliklərlə imtihan eləməsin.
Allah dövlət başçımız, uca qamətli, qeyrətli, şərəfli, ləyaqətli prezidentimiz İlham Heydər oğlunu sağ və səlamət eləsin. Allah ordumuza rəşadət versin. Əssalamu aleykum və rəhmətullahi və bərəkatuhu.